Trump'ın her sözüne inanmak olmaz ama bu meselede inanmak olar. Bu hikayede kişi gidip ağa nəzərəm, belə gəzərəm, kimi istəsəm, vurub əzərəm. Ya sənin buna qüdrətin mi çatar? Buna sənin gücün mü çatar? Dünya elə bir ki, cəngəllik, kaos dövrünə qədəm qoyubdur. Adam yatdığı yerdə həyat yoldaşı ilə birlikdə alt paltarında ben bunu biabırçılıq adlandırıram. Bunun başa heç nədən çıxmır. Kim güclüdürsə hər şey eləyə bilər. Mollokratiya, molla hakimiyyəti bu ölkəni çox pis vəziyyətə qoyubdur. Adama deyərlər, nüvə silahı sənin nəyinə lazımdır? O qədər ağıldan kəm mollalardılar ki, onlar bu proseslərdən istifadə edib İrana qarşı hücuma keçəcəklər. İranda molla rejiminin axırı çatıbdır. Bir-iki aya orada. Salam hörmətli tamaşaçılar, xüsusi gündəmdəsiz. İl başlayar başlamaz dünya ölkələri böyük hadisələrlə başladı. Bu hadisələrin şərhində isə həmsöhbətim politolog Qabil Hüseynovdur. Xoş gördük sizi Qabil bəy. Xoş gördük. Qabil bəy, Venezuelanın prezidentinin tutularaq ABŞ-yə aparılmasını, ölkədə baş verənləri necə şərh eləyə bilərsiniz? Açığını deyək ki, uzun müddətdir ki, bu Venezuela prezidenti Maduro'nun hakimiyyətdən uzaqlaşması üçün müxalifət çalışır. Amma o müxalifətə amansız, necə deyərlər, divan tuturdu. Amma Trump'ın bu hərəkətini də bəyənmək mümkün deyil. Necə ola bilər ki, gecənin bir vaxtında, özü əvvəl onun başını danışıqlarla toğlayıb, başını qatıb, sonra gecənin bir vaxtında ölkənin ərazisinə daxil olur, xüsusi təyinatlılar. Bu adam yatdığı yerdə həyat yoldaşı ilə birlikdə bunu özü alt paltarında götürüb New York'a aparırsınız. Bu beynəlxalq hüququn bütünlüklə tapdalanmasıdır. Beynəlxalq hüquq normalarının ayaqlar altına atılıb tapdalanmasıdır. Mən demirəm, Maduro'nun öz ölkəsinin nifrətini qazanmış bir adam idi. Amma onu yıxmağın başqa bir formasını, daha beynəlxalq hüquq normalarına uyğun normasını tapmaq mümkün idi. Mən onsuz da əvvəlcədən Trump'ın hərəkətlərinə çox təəccüblə yanaşırdım. Bu hərəkəti isə məni daha çox təəccübləndirdi. Donald Trump'ın bu əməliyyatını, həmçinin də gücsüz ölkələrə alt mesajını necə oxumaq olar? Bu o deməkdir ki, kim güclüdürsə o hər şeyi eləyə bilər, qalib də gələ bilər. Kim güclüdürsə həmin ölkələrə hücum edib onun varını, dövlətini salamaq olar. Bu sözün əsl mənasında dünya elə bil ki, cəngəllik dövrünə, kaos dövrünə qədəm qoyubdur. Trump'ın özü də elə, mən baxıram hərəkətlərindən, davranışından, zadından. O hikayətdə kişi gedib Venezuela'nın yaxınlığında bir adada oturub hərbi əməliyyatların necə keçirilməsinə diqqət edir, nəzarət edə bilməz, onun başa heç nədən çıxmır. Yaxşı, mən bunu biabırçılıq adlandırıram. Yəni, böyük bir ölkənin prezidenti, sən otur kabinetində, hərbi əməliyyatı da hərbiçilər aparır. Hərbiçilər sənə hər cür məlumatı verəcək. Daha gedib o dənizin, Atlantik okeanının ortasında oturub kənardan bu məsələlərə baxmağın nə mənası var? Trump onsuz da getdikcə indi loğalanırsan ki, elə bil ki, Qaf dağını o tutubdur, zəbt edibdir. Amma bu əslində Amerika siyasətinin gücə, zora, ondan sonra zəiflərin əzilməsinə doğru yönəldiyini bir daha əyani sürətdə təsdiq edir. Sizcə bu nə qədər davam eləyər belə bu vəziyyətdə? Yəni dünya ölkələrinin bir buna dur deməsi gözlənilirmi? Bu məsələni qurtarmamış Kolumbiyanın prezidentini dara çəkməyə başlayıb, onu hədələməyə, təhdid eləməyə başlayıb. Göstərir ki, siz narkotik alıb satırsınız. Həqiqətən də bu bölgə dünya narkotiklərinin cəmləşdiyi üçbucağın bir əsas nöqtəsidir.
Və Maduro da, indi Kolumbiyanın prezidenti də narkotik satış verişi ilə məşğul idilər. Amma yenə də deyirəm, ağa nəzərəm, belə gəzərəm, kimi istəsəm, vurub əzərəm məntiqi ilə beynəlxalq münasibətləri yürütmək olmaz. Mən bu məsələdə yenə də Kolumbiyanın təhdid edilməsini də qətiyyətlə pisləyirəm və ümumiyyətlə bu Trump ikinci dəfə prezident seçildikdən sonra dünyanı xaos bürüyüb. Dünya nizamı pozulmağa başlayıb. Dünya başdan ayağa gücün, zorun, qanunsuzluğun necə deyərlər, təsir altına düşüb. Deyirlər ki, artıq siyasət beynəlxalq hüquqlar tərəfindən idarə edilməkdən çıxıb. Sanki super güclər tərəfindən cəngəllik qaydaları ilə idarə olur. Ya əlaltımsan, ya yoxsan devizi ilə idarə edilir. Həqiqət payı var. Doğrudan da son zamanlar dünyada siyasi məsələlərin həllində güc məsələsi ön plana çıxıbdır. Gücün varsa, zorun varsa, siyasi proseslərdə qələbə çalırsan. Yox, zəifsənsə, qarşındakindən zəif görünürsənsə, səni əzəcəklər. Dünya soyuq müharibə dövründə də heç belə deyildi. İndi biz belə hesab edirdik ki, soyuq müharibə başa çatıb, dünyanın yeni nizamı qurulur. Bu nizamda qanunlar, beynəlxalq münasibətlərin qanunlarla tənzim edilməsi, yeni əxlaq qaydaları, yeni münasibətlər, dünya xalqları arasındakı yeni münasibətlər, bütün bunlar dünyanı idarə edən əsas vasitəyə çevriləcəkdir. Amma təəssüflər olsun ki, Amerikanın bilavasitə ötürməsi ilə bu məsələlər alınmır. Qabil bəy, indi isə qayıdaq regionumuza. Artıq günlərdir ki, İranda aksiyalar davam eləyir. Bunu necə şərh eləyə bilərsiniz? Yəni, bu aksiyaların sonunu necə görürsünüz? İran bizim qonşumuzdur. Orada bizim 40 milyona yaxın əhalimiz yaşayır. Qardaşlarımız, soydaşlarımız yaşayır. Orada sanki bizim vətənimiz kimi bir şeydir. Amma mollaqratiya, molla hakimiyyəti bu ölkəni çox pis vəziyyətə qoyubdur. Ölkə bu saat kəskin proseslərlə qarşı-qarşıya qalıbdır. İnflyasiya, əhalinin maddi güzəranının günbəgün pisləşməsi, maddi rifah halının yoxa çıxması, sonra bu qədər nefti olan, neft ehtiyatlarına görə İran dünyada 3-cü yeri tutur. Bu nefti sata bilmir, ona görə sata bilmir ki, düzgün siyasət yeritmir. Ona qarşı kəskin sanksiyalar tətbiq edilibdir. Adama deyərlər, nüvə silahı sənin nəyinə lazımdır? İndiyənə qədər 10 milyard dollara qədər nüvə silahına pul xərcləyibsən, nüvə silahının istehsalı üçün. Ruslar başını toylayıb sənə nüvə silahının texnologiyasını verəcəyi və s. və s. Sənin nüvə silahı nəyinə lazımdır? Çox millətli ölkəsən. Adamların qarnını doydur, ölkənin iqtisadi yüksəlisinə çalış, mədəni yüksəlisinə çalış. Üstəlik də bu molla hakimiyyəti belə sözün əsl mənasında ekspansiyonist bir siyasət yürüdür. Livanda Hizbullaha kömək edir. Ceysullaha kömək edir. Yəməndə Husilərə kömək edir. Mən İran hilalını bütün dünyaya yayacağım. Sənin buna qüdrətin mi çatar? Və İran hilalını dünyaya yayıb özünün teokratik, dini rejimini bütün dünyada bərqərar edəcəksən. Buna sənin gücün mü çatar? Dünya bunu qəbul edərmi? O qədər belə ağıldan kəm mollalardılar ki, başlarına da o Sepahın yekəbaş generallarını yığıb onunla dünyanı qarışdırmaqla məşğuldurlar və ona görə də mənim zənnimcə indiki baş verən proseslər inqilabi proseslərdir. Əhali artıq molla rejiminə dözmək fikrində deyil, mollaları yıxmaq qənaətindədir.
Bura əlavə etsək ki, İsrail və Amerikada çoxdandan İranı əzməyə çalışırdılar və onlar bu proseslər elə bil ki, göydən düşmə oldu onlar üçün. Onlar bu proseslərdən istifadə edib İrana qarşı hücuma keçəcəklər. Etirazlar xaosa səbəb ola, hakimiyyət dəyişikliyinə gətirib çıxara bilərmi? Sözsüz bütün inqilabların sonu hakimiyyət dəyişikliyidir. İranda da həmişə inqilablar yolu ilə hakimiyyətlər dəyişibdir. Elə mollaların özü hakimiyyət dəyişikliyi ilə hakimiyyətə gəliblər. Amma bu dəfəki məsələlər çox ciddidir. Bütün ölkə, ümumi xalq hardasa 80 milyondan çox, 86 milyondan çox əhali ayağa qalxıbdır. Ona görə də bura üstəgəl bura Amerikanın və İsrailin İranla olan haqq hesablarını onda belə hesab etmək olar ki, İranda molla rejiminin axırı çatıbdır. Gec-tez 1-2 aya orada hakimiyyət dəyişikliyi baş tuta bilər. Qabil bəy, ABŞ prezidenti Donald Trump qeyd etdi ki, əgər İranda etirazçılar öldürülərsə, İran sərt şəkildə vurulacaq. Bu İrana qarşı hərbi müdaxilələrə çevrilə bilərmi? Bəli, Trump'ın hər sözünə inanmaq olmaz. Amma bu məsələdə inanmaq olar. Çünki İsraillə çox yaxındılar. Trump'ın özünün kökü gedib Yəhudilərə çıxır və bu nöqteyi nəzərdən də Yəhudiləri möhkəm müdafiə edir. 2-3 ay bundan əvvəl Amerika aviasiyası İranın nüvə hazırlıqları mərkəzlərini bombardıman elədi. Demək olar ki, onun bir hissəsini məhv elədi. İndi də yenidən həmin silahlarla İrana hücum, plus İsrailin də bu prosesə qoşulması kifayət qədər labüd görünür. Eyni zamanda İsrail mediasında belə xəbər vardır ki, fevralda ABŞ və İsrail İrana zərbə endirə bilər. Sizcə bu mümkündürmü? Bu ehtimal deyil. Dünən İsrailin Təhlükəsizlik Şurasının icrası çağırılıb. Həmin icrasda İrana hücumun detalları müzakirə olunubdur. Amerika ilə də razılaşma var. Bundan əvvəl Netanyahu Amerikaya getmişdi və Trump'la danışılmışdı. Mənim zənnimcə mümkündür və bu mütləq baş verəcək. Qabil bəy, çox sağ olun ki, dəyərli fikirlərinizi bizimlə bölüşdünüz və dünyada baş verən hadisələrlə bağlı tamaşaçıları və elə bizi də məlumatlandırdınız. Çox sağ olun.